vaxtınız xeyir olsun. Hazırda Avropanın İCMW hava tədqiqatları mərkəzinin model proqramlarını yenilənmiş məlumatların təhlillərində tanış oluruq. Kanalda əvvəlcədə bildirdiyimiz kimi aprel ayının artıq 4-dən başlayaraq Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Bu prosesin sonraki inkişafı nəticəsində xüsusilə də aprel ayının 5-i və 6-sında artıq Xəzər dənizi ərazisində, Xəzər dənizinin mərkəzi və bir qədər də şimal hissələrində, yəni Azərbaycanın şimal-şərq sektorunda növbəti ekstratropik siklon sisteminin formalaşması üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, xüsusilə də aprel ayının 4-dən başlayaraq artıq Azərbaycan arasında havada buludluluğun bir xeyli artması gözlənir. Artıq Avropanın İCMW hava tədqiqatları mərkəzinin 100-dən artıq alt mənbə modelləri eyni zamanda Avropanın ikinci dəqiqləşdirilmiş modellərindən biri olan, yəni bu hava təhlilləri modellərində istehsal edən Alman modelləri də eyni, Alman hava təhlilləri mərkəzində eyni siqnalları verir ki, həqiqətən də aprel ayının artıq 4-dən başlayaraq Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin yenidən dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Bu proses mürəkkəb və çox xassəli kəskin atmosfer hadisələrinin və yəni təsir edici atmosfer hadisələrinin artmasına səbəb olacaq. Çünki aprel ayının 4-də əvvəlcə yerli hava axınları ilə, yəni Azərbaycan ərazisinin sərhədləri daxilində formalaşan topa yağış və laylı yağış buludlarının aktivləşməsi müşahidə ediləcək. Lakin artıq aprel ayının 5-i və 6-sında isə xüsusilə də Xəzər dənizi ərazisinə şimaldan daxil olması gözlənilən növbəti ekstratropik tipli siklon sisteminin təsirindən Xəzər dənizi arasında artıq bu prosesin yenidən kəskinləşməsi gözlənir. Aprel ayının 4-də axşam saatlarına doğru Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakət, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Dağlıq Şirvanda eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində və Naxçıvanda, Kiçik Qafqazda, Cəlilabad, Astrada havada buludluğun bir xeyli artması, arabir yağış yağması gözlənir. Yağıntılar aprel ayının 4-cü günün ikinci yarısında xüsusilə də Böyük Qafqazın şimal-şərq yamaclarında, Quba, Qusar, Xasmaz, Çapran, Xızı, Siyəzən ərazilərində və Dağlıq Şirvanda yağıntının bir qədər intensiv olması ehtimalı var. Lakin əsl proses isə artıq aprel ayının xüsusilə də 5-i və 6-sında gözlənir. Çünki aprel ayının artıq 4-dən 5-nə gizlən başlayaraq Xəzər dənizi ərazisində növbəti ekstratropik tipli siklon sisteminin aktiv inkişafı üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Nəticədə atmosfer təzyiqinin həm troposferin aşağı qatlarında, yəni həm troposferin dəniz səviyyəsinə yaxın olan qatlarında atmosfer təzyiqində azalma gözlənir, həm də eyni zamanda troposferin orta qatlarında da atmosfer təzyiqində azalma gözlənir. Nəticədə bu ərazilərdə atmosfer təzyiqinin azalması nəticəsində troposferin aşağı və orta qatlarında vakuumun artması nəticəsində Xəzər dənizindən nəmin birbaşa olaraq və troposferin aşağı və orta qatlarına doğru daşınması gözlənir. Nəticədə formalaşması gözlənilən intensiv, güclü və şiddətli xarakterli topa yağış və laylı yağış buludlarının təsirindən aprel ayının 5-i və 6-sında ən çox da Azərbaycanın şimal və şərq rayonlarında Quba, Qusar, Xasmaz, Şabran, Xızı, Dağlıq Şirvan ərazisində, eyni zamanda Bakı, Abşeron və Sumqayıt ərazisində yağıntıların yenidən intensiv olması gözlənir. Bu prosesi daha da geniş olan nəzərə biz görərək ki, aprel ayının 5-i və 6-sında müşahidə edilən ekstratropik siklon sisteminin parametrlərinin mart ayının 27-ci və 28-də müşahidə edilən, yəni daşqına səbəb olan sistemin parametrlərinə uyğun gəlir. Yəni bu o deməkdir ki, bu sistemin yenidən hər 2 saat düzlənməsi gözlənir. Qarşıdakı günlərdə artıq bir çox modellər bu siqnalı verməyə başlayacaq ki, aprel ayının 5-i və 6-sında yenidən Qafqazın cənubunda və Qafqazın şimalında eyni zamanda geniş miqyaslı bir leysanların yağması üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Aprel ayının 5-i gün ərzində bu sistemin hər 2 saat düzlənməsi, aprel ayının 5-i gün ərzində Bakıda arabir yağış yağması, yağıntıların arabir lokal xarakterli intensiv olması ehtimalı var. Aprel ayının 5-i axşama doğru, 5-dən 6-sına keçən gecə isə bu ekstratropik siklon sisteminin artıq xüsusilə də Azərbaycanın şimal-şərq yamaclarında, yəni Böyük Qafqazın şimal-şərq yamaclarında Quba, Qusar, Xasmaz, Xızı, Siyəzən ərazilərində bu prosesin yenidən kəskinləşməsi ehtimalı var. Bu proses hazırda bir çox qlobal əsas modellər tərəfindən bu prosesin inkişafı haqqında siqnallar yayımlanır.
Xüsusilə də Avropanın İSKMW hava tərəqqatları mərkəzinin 100-dən artıq alt mənbə modelləri də bu siqnalları verir ki, 50-60% ehtimalla aprel ayının 4-dən başlayaraq Azərbaycan arasında hava şəraitinin gəlişinin dəyişilməsi, aprel ayının 5-i və 6-sında isə bu prosesin artıq daha da intensiv xarakterli müşahidə edilməsi ehtimalı var. Abşeron ərazisində bu proses hansı təsirlərə səbəb olacaq? Biz bunu araşdırmaq üçün artıq bu modelin daha da dəqiqləşdirilmiş məlumatlarla tanış oluruq. Xüsusilə də Abşeron ərazisində gözlənilən yağıntıların ən çox da aprel ayının 4-ü axşama doğru başlayacaq. Aprel ayının 5-i və 6-sında isə bu proseslərdə güclənmə ehtimalı var. Çünki Xəzər dənizi ərazisində formalaşması gözlənilən ekstratropik tipli siklon sisteminin təsirindən artıq yenidən topa yağış buludları aktiv inkişafı gözlənir. Aprelin 4-ü axşama doğru əvvəlcə Abşeronun şərq hissələrində və cənubunda lokal, lakin intensiv xarakterli topa yağış buludlarının inkişafı nəticəsində arada bir lokal yağış yağması ehtimalı var. Lakin aprel ayının artıq 4-ü axşama doğrusu bu proses bir qədər güclənəcək. Aprel ayının 5-i və 6-sında isə artıq Xəzər dənizi ərazisində kifayət qədər intensiv deyilə biləcək bir ekstratropik tipli siklon sisteminin aktivləşməsi gözlənir. Aprel ayının 4-dən 5-dən keçəcək 5 gün ərzində və 6-sı günün birinci yarısında Bakıdakı yağıntıların yenidən leysan xarakterli intensiv olması ehtimalı var. Nəticədə Bakıda bir sıra ərazilərdə yenidən su basmanın təkrarlanması gözlənir. Artıq yer qatı əvvəlki sel su basma nəticəsində yağışların intensiv yağması nəticəsində torpaq qatı suya doyub və bundan sonraki yağan yağışları artıq bu torpaq suyu götürməyəcək. Çünki Abşeron ərazisi qurut sularla zəngin olan bir relyefdə yerləşir. Yağan yağışlar da bu qurut suların artması səbəb olacaq. Çox təəssüflər olsun ki, yenə də bir sıra ərazilərdə yaşayış məntəqələrinin su basmaya məruz qalması ehtimalı yüksək qiymətləndirilir. Artıq iqlim dəyişikliyi nəticəsində kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi okeanların, dənizlərin, hətta göllərin kənarında yerləşən şəhərlərin, qəsəbələrin ciddi bir təhlükələrlə üz-üzə qalması ehtimalı hər keçən il daha da artacaq. Çünki artıq iqlim dəyişikliyi nəticəsində formalaşan və bundan sonra formalaşması gözlənilən fırtınaların artıq gücü, şiddəti iqlim dəyişikliyinin təsirindən daha da artacaq. Nəticədə bu fırtınaların təsirindən düşən yağıntıların intensivliyi, tezliyi də artacaq. Və nəticədə bu da sahildə yerləşən bir sıra, yəni dünya miqyasında qlobal olaraq sahillərdə yerləşən bir sıra şəhərlərdə su basmalarının artması səbəb olacaq. Yəni iqlim dəyişikliyi artıq o həddə çatıb ki, fırtınaların inkişafı artıq hətta kiçik dənizlərdə belə göl kənarında yerləşən ərazilərin belə su basmasına səbəb olur. Yəni bu təsirlər müşahidə olunur. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İSKMW hava tərəqqatları mərkəzliyinin model proqramlarının yenilənmiş məlumatların təhlillərinə əsasən aprel ayının 4-dən başlayaraq Qafqazın cənubunda və eyni zamanda Qafqazın şimalında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün ümumi sinoptik şəraitin yaranması gözlənir. Yağıntı parametrlərinin ümumi analizlərin təhlillərinə əsasən aprel ayının artıq 4-ü gün ikinci yarısından başlayaraq Qafqazın cənubu Azərbaycan ərazisində bir sıra rayonlarda və şəhərlərdə havada buludluğun artması, yenidən yağışların yağması gözlənir. Aprel ayının 4-ü axşama doğru Abşeronda və Azərbaycanın Böyük Qafqazın şimal-şərq yamaclarında və Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Dağlıq Şirvanlı yağıntıların yenidən güclü olması ehtimalı var. Artıq bu prosesin sonraki inkişafı nəticəsində Xəzər dənizi ərazisində orta troposferdə və troposferin aşağı qatlarında atmosfer təzyiqinin yenidən aşağı enməsi gözlənilir. Nəticədə bu prosesin təsirindən növbəti ekstratropik tipli siklon sisteminin aktivləşməsi üçün ümumi bir sinoptik şəraitin yaranması gözlənilir. Nəticədə aprel ayının 4-ü başlayan proses aprel ayının 5-i və 6-sında daha da güclənəcək. Nəticədə aprel ayının 5-i və 6-sında Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, Şimali, Şamax, Xızır, Quba, Qusar, Xaçmaz, Dağlıq Şirvanda arada bir leysan yağması, xüsusilə də aprelin 5-i və 6-sında Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəsəndə və Dağlıq Şirvanda, eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Bakının ətraf qəsəbələrində yağıntıların aramsız leysan xarakterli, intensiv, güclü və lokal şiddətli olması ehtimalı var. Bu proses nəticəsində dağ çaylarında sulluq artacaq, çayların məcrasına çıxması, sel daşqının təkrarlanmasında artım ehtimalı var. Bu proses eyni zamanda aprel ayının 5-i və 6-sında Abşeron, Bakı ərazisində də
aramsız xarakterli növbəti yağıntıların təsirindən Bakı, Abşeron, Sumqayıt və Bakı ətraf qəsəbələrində yenidən su basmanın təşkilatlanması gözlənir. Artıq mart ayının 27-ci və 28-cindəki prosesdən çox qısa bir müddət keçib, heç 10 gün keçmədən belə növbəti ekstratropi siklon sisteminin Xəzər dənizində formalaşması üçün mümbir sinop şəraitinin yaranması gözlənilir. Bu o deməkdir ki, artıq iqlim dəyişikliyi nəticəsində əvvəlki dövrlərdə çox nadir hallarda müşahidə edilən anormal və kəskin atmosfer hadisələrinin və dağıcı hidroloji hadisələrin artıq tezliyində də bir xeyli artım müşahidə edilir. Biz bu barədə ta kanal 2024-cü ildə ilk dəfə yanma başlayanda biz bu barədə dəfələrlə bildirmişik ki, iqlim dəyişikliyi nəticəsində hər il bu atmosfer təsirlərinin artması gözlənilir. Bu proses təbii ki, Qafqazın Cənubi Azərbaycandan yan keçməyəcək. Bu prosesləri hazırlanan görülməsi üçün xüsusi ilə də artıq bu tip hadisələri qabaqlamaq üçün və bu tip proseslərin təsirlərinin yumşaldılması üçün şəhər təsərrüfatında geniş miqyaslı işlər görülməlidir. Hətta mən deyərdim ki, artıq Bakıda bu işlərin görülməsi çoxlandan gecikib. Bakı kimi böyük bir şəhərdə artıq əhalinin sayı 6 milyona yaxınlaşır və bu o deməkdir ki, yağan yağıntılar nəticəsində yağış suları ilə şəhər təsərrüfatının qarışan, yəni kanalizasiya sularının qarışması artıq bu sistemin güclənməsinə səbəb olur. Yağış suları üçün ayrıca sistem quraşdırılmalıdır. Çox təəssüf ki, bu sistemin quraşdırılması gecikib. Çünki bundan sonra artıq şəhərə bu sistemin quraşdırılması əgər əvvəllər məsəl üçün 500 milyard dollara baş gələcəkdirsə, bundan sonra bu sistemin quraşdırılması 1 trilyon dollara baş gələcək. Çünki şəhər ərazisində artıq sıx binalar tikilib, evlər sıx-sıx tikilib. Yəni bu yağış sularının axıdılması üçün yeni sistemin quraşdırılması bundan sonra artıq əlavə xərclərə səbəb olacaq. Həmin bu tikililərin köçürülməsi lazım gələcək, yeni bir sistemin quraşdırılması üçün. Yəni artıq bu sistemin quraşdırılması Bakı üçün gecikib. Mən bunu demək istəyirəm. Yəni açıq aydın bunu deyirəm ki, bundan sonra artıq bu sistemi qabaqlamaq üçün hər hansı bir işlərin görülməsi çoxundan gelişdirilib və əlavə bir xərclərə səbəb olacaq. Və bu yağıntılar da hər il artmağa davam edəcək. Bu siqnalları alırıq. Nəticədə Bakı kimi sahil ərazilərdə yerləşən bir sıra qlobal şəhərlər, New York, London, İstanbul, eyni zamanda Bakı, Tokyo kimi şəhərlərin su altında qalması ehtimalı, riski hər il daha da artır. 2026-cı ildə güclü El Niño prosesləri gözlənilir. Güclü El Niño, super El Niño prosesləri nəticəsində Qafqaz regionunda yağıntılarda artım ehtimalı yüksək qiymətləndirilir. Bir sıra qlobal modellər öz siqnalı verir ki, aprel, may və iyun aylarında onsuz da cürsulluq dövründə yağıntılar artırdı. Lakin fərqli olaraq 2026-cı ilin aprel, may və iyun aylarında isə bu yağıntıların daha da artması gözlənir. İyul-avqust aylarında istilik dalğaların çoxillik göstəricilərinin daha güclü olması ehtimalı, riski var. Lakin Qafqazın cənubunda bir qədər sərin hava şəraiti olan günlərin sayında artım ehtimalı var. Çünki Rusiyanın qərbində qeyri-adi dərəcədə bir soyuma gözlənilir və aprel ayından başlayaraq artıq bu El Niño'nun təsirləri xüsusilə 2026-cı ilin payız mövsümündə biz super El Niño'nun daha ciddi təsirlərini görəcəyik. Yəni artıq iqlim, artıq hava şəraiti, təbiət artıq belə deyək, insanlara qarşı dırnaqarası deyək, müharibəyə başlayıb və bu deməkdir ki, artıq biz dünya insanları olaraq təbiətə zərər vurmağa davam edirik. Təbiət də öz növbəsində artıq insanları bəlkə də özünə təhlükə kimi görür və artıq təbii fəlakətlərlə artıq insanlara qarşı mübarizəyə başlayıb. Ümumi olaraq bu barədə yenilənmiş məlumatların təhliləri kanalda yayımlanacaq. Avropanın İlçiyam WF Hava Tərəqqatları Mərkəzinin yaxın günlər üçün gözlənilən bulud sıxlığı haqqında ümumi məlumatların təhlilərinə əsasən bu modelə baxaraq biz onu görürük ki, xüsusilə də aprel ayının artıq 4-dən başlayaraq Qafqazın Cənubi Azərbaycan ərazisində artıq buludluluğun bir xeyli artması gözlənilir. Nəticədə Azərbaycan ərazisində hava şəraitinin yenidən dəyişilməsi üçün ümumi sinoptik şəraitin aprelin 4-dən başlayaraq aprel ayının birinci 10 günün sonlarına qədər olan müddət ərzində davam etməsi gözlənilir. Aprel ayının artıq 4-dən başlayaraq Qafqazın cənubunda orta başarı atmosfer təsirinin yenidən azalması fonunda buludluluğun bir xeyli kəskin artması Azərbaycanın xüsusilə də Böyük Qafqazın şimal-şərq yarımadasında Quba, Qusar, Kasmas, Şabran, Xızı, Dağlıq Şirvanda və Abşeronda
Bakı, Sumqayıt, Abşeron ətraf qəsəbələrdə yenidən yağışların yağması, aprelin 5-i valsında isə bu yağıntıların artıq daha da leysan xarakterli, intensiv və güclü olması ehtimalı var. Və bu modelin təhlillərinə əsasən bu proses müşahidə olunur ki, artıq yenidən növbəti intensiv xarakterli ekstratropik siklon sisteminin Xəzər dənizində aprelin 4-dən başlayaraq formalaşması gözlənilir. Artıq diqqətlə baxanda biz görürük ki, bu ərazidə, yəni Xəzər hövzəsində, Qafqazın cənubunda, Azərbaycanda növbəti ekstratropik siklon sistemi formalaşacaq və artıq yağıntıların yenidən Böyük Qafqazın şimal-şərqində və Quba, Qusar-Kasmaz ərazisində, Bakıda, Abşeronda və ətraf qəsəbələrdə yağıntıların yenidən bir xeyli artması nəticəsində dağ sahələrində sel daşqın artacaq, Bakıda isə bir sıra ərazidə yenidən su basmanın artması gözlənilir. Ümumi olaraq bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq, çünki bu ekstratropik siklon sistemlərinin parametrləri hər keçən saat daha da güclənir və bu sistemləri yaxından izləmək çox vacib sayılır. Çünki bu sistemlərin gətirdiyi yağıntılar digər sistemlərdən fərqli olaraq daha uzun müddətli, daha təsirli, daha şiddətli olur. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq.